Azərbaycanda hər gün 100 milyon dollardan artıq neftdən pul gəlir. Hər gün. Azərbaycanda orta hesabla 2 milyon ailə var. Hər ailəyə 50 dollar gündəlik heç bir iş görmədən yalnız neftdən pul gəlir. Hər ailə 50 dollarını alsa, heç bir iş görmədən necə yaşayır bu ölkədə? Amma ben necə olur ki? Üstəlik də bu adamlar işləyirlər. Amma bu adamlar çörəyə möhtacdılar. Uşaqlarına paltar alıb geyindirə bilmirlər, məktəbə göndərə bilmirlər, uşaq əməyini istismar eləmək məcburiyyətində qalırlar, istədikləri təhsili verə bilmirlər, xeyrə şərə gedə bilmirlər. Gənc ailələr valideyn olurlar, bilmirlər onun sevincini yaşasınlar, yoxsa doğum evindəki rüşvəti qarşılasınlar. Ahıl valideynlər dünyasını dəyişir, övlad bilmir ki, atasını, anasını, əmisini, dayısını itirməyin acısını yaşasın, yoxsa qəbristanlıqda ölüsünə yer almaq üçün rüşvətin dərdini çəkir.